Biz deyirik ki, qardaş, gətir, gözüm üstə yeri var. Bir ədəd, 2 demirəm ki, bir ədəd Quran ayəsi, yaxud bir ədəd Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm səhih, sarih, açıq aydın hədis gətir ki, Peyğəmbərin xatirinə, duanın qabağına, Peyğəmbərin xatirinə Allahdan istəmək daha yaxşıdır, tez qəbul olur. Yoxdur. Qardaşım, biz baxanda görürük ki, Peyğəmbərimiz vəfat edəndən sonra böyük sahabələr var idi. Abu Bakır, Ömər, Osman, Əli, böyük sahabələr. Onlar da Allaha dua edirdilər. Onların heç biri duasının qarşısına Peyğəmbərimizi qoymadı. Heç biri qoymadı, vallahi. Demədi. Halbuki bilirdilər ki, Peyğəmbər Allah yanında məqam sahibidir, Allaha ən sevimli olan insandır. Biri dua edəndə deyərdi ki, ya Allah, Muhammedin xatirinə mənə, ya Allah, Muhammedin xatirinə, ya heç birindən varid olmayıb, vallahi. Allah'ın salamı, rəhməti və bərəkəti olsun üzərinizə. Allah sizləri dünya və ahirətdə əhl-i beytdən ayrı salmasın inşallah. Onsuz da yenə bu həmişə olduğu kimi bir bəhanələrlə yenə məsələdən çıxacaqlar, qəbul eləməyəcəklər, amma biz onu açıq şəkildə qeyd edək. Buradakı misal istəyir ki, Quranda harda var ki, bir xatirinə filan Peyğəmbərdən istəsin, yaxud deyir, hədis gətirin, gözüm üstə qəbul edərəm. Qurana bir nəzər eləsək, onlar yaxşı bilirlər bu ayələri, sadəcə yenə deyirəm, onlardan manevr etmə qabiliyyəti güclü olduğuna görə haqdan çox sürətli şəkildə manevr edirlər. Çünki batili özlərinə rəhbər seçiblər. Haqqı eşitmək üçün qulaqları yoxdur onların, Quran ayələrinə istinadən. Amma yenə də bizim işimiz budur ki, ayələri mütləq şəkildə qeyd edək. Bir Bəqərə surəsindəki ayədir, burada buyurur ki, əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, yəni Peyğəmbərin, Allahdan bağışlanma diləsəydilər, bu bir mərhələ. Peyğəmbər də onlar üçün bağışlanma istəsəydi, əlbəttə Allah onların tövbələrini qəbul edər və mərhəmətli olduğunu görərdilər. Allah deyir, onlar zülm eləyəndə sənin yanına gəlib Allahdan bağışlanma istəsəydilər, sənin yanına gəlmə. Birinci Peyğəmbərinə tərəf yönəldir. Gələnlər Peyğəmbərin yanına bağışlanma istəyərlər. Sonra əllərini tutar Allaha deyər, ilahi bizi bağışla. Peyğəmbər də o an onlar üçün dua eləməlidir ki, Peyğəmbərin xatirinə Allah onlar üçün bağışlasın. Xatir sözü işlənməyi şərt deyil. Burada ayəni oxusun, görəcəksən ki, ayədə Allah Taala nə demək istəyir. Digər bir ayə Münafiqun surəsi 5-ci ayədir. Allah Taala buyurur ki, onlara gəlin Allahın Rəsulu sizin üçün bağışlanma diləsin deyildikdə başlarını çevirirlər və sən onların təkəbbür göstərərək üz döndərdiklərini görərsən. Açıq şəkildə Allah deyir ki, Allahın Rəsulu gəlin ki, sizin üçün bağışlanma diləsin. Əgər sən dediyin kimidirsə, niyə Allah demir ki, birbaşa elə Allahdan üstədir? Niyə Peyğəmbərə yönəldir ki, get Peyğəmbərin yanına, 2 dənə ayə dedim, burada qeyd elədim. Get Peyğəmbərin yanına ki, Peyğəmbər sənin üçün bağışlanma istəsin. Birinci Peyğəmbərdir, sən onun qəlbini işad eləməlisən. Ondan Allaha tərəf aparan yoldur. Peyğəmbərlər hamısı vasitələrdir. Ondan istifadə eləməlisən. Onun yanına getməlisən ki, o bağışlanma istəsin sənin üçün. Və yaxud bir misalda deyim, tamamlayayım, indi haqqı eşitmək istəyən zaten eşidir. Allah bütün haqqı eşitmək istəyənlərə inşallah nəsib eləsin haqqı eşitməyi və görməyi. Quranda Yusuf surəsi 97 və 98-ci ayələr möhtəşəm bir ayədir. Deyir ki, Yaqubun oğulları dedilər ki, Yaqub əleyhissalama, deyir, ey atamız, günahlarımızın bağışlanması üçün Allahdan bağışlanma dilə. 98-ci ayədə də deyir ki, Yaqub əleyhissalam cavab verir ki, Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Yaqubun oğulları gedib məgər özləri Allaha dua eləyənməzlər.
və yaxud ikinci variant Yaqub əleyhissalama yaxınlaşanda Yaqub əleyhissalam onlara yol göstərənməzdi ki, hansı ki Allahın peyğəmbəridir. Deyədi siz şirk edirsiniz, məndən istəyirsiniz ki, mən bağışlanma istəyim. Diliniz də var, ağzınız da var. Gedin özünüz dua edin Allaha, bağışlanma istəyin. Niyə Allahın peyğəmbəri yol göstərən böyük bir şəxs, mənəvi atalardır onlar. O deyir ki, Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Yəni qapı peyğəmbərdir. Qapı peyğəmbərdir. Peyğəmbər olmadan sən Allaha gedib çata bilməz. Birinci onun qəlbini şad eləyib. Ondan istəməlisən ki, o sənin üçün istəsin ki, Allah sənin günahları bağışlasın. Birbaşa sən istəmək olsaydı, burada Allah Rəsulü özü də yönəldərdi Allaha ki, gedin istəyin bağışlanma. Demək, sırf günahların bağışlanmasında burada peyğəmbərin rolu və əhəmiyyəti var. Allah Rəsulu Yaqub əleyhissalam onu bizə bu ayə ilə çatdırır.